Yəni çox sevmirəm bizim toylarımızı. Gəlindən bəy durur, DJ-lik eləyir. Heç valla toya getdiyim yadıma düşmür. Çox belə gic-gici adətlərimiz var. Toy Azərbaycanın ən qədim adət-ənənələrindən biridir. Ölkəmizdə bir çox evliliklər təmtəraqlı toy mərasimləri ilə həyata keçir. Bu isə müəyyən qədər xərc tələb edir. Bugün paytaxt sakinlərindən soruşduq. Toy mərasimlərində nələri dəyişmək istəyirdiniz? Diskotekalar, baş ağrıdan muska var da belə. Milli rəqslərimiz olsa da lap yaxşı olar. Bakı toylarında biraz müasirliyə qaçırlar, nə bilim, gəlindən bəy durur, DJ-lik eləyir, davul salırlar. Düzdür, hər öz fikri var. Sadəcə mən öz fikrimlə köhnə stillə, bəy gəlin yerində otursun, gözünə açqı taxıb DJ-lik eləməsin, davul zat çalmasın. Bəy də ağır olar, gəlin də ağır olar. İsrafçılığa çox yol verirlər. Heç kəsə də lazım deyil o yeməklər. Canım mənim. Hamının həm insanlara mənəvi ziyan vururlar, həm maddi ziyanlıq vururlar. Heç valla toya getdiyim yadıma düşmür. Azərbaycan toylarında demək olar ki, Azərbaycanlılıq qalmıyor. Avropaya inteqrasiya olar, amma bu qədər də yox. Hə, uşaqlar çox olmasın, mane olmasın. Bir də uşaqla gəlməmələrini də deyərdim ki, uşaqla gəlməsinlər. İsrafçılıq əsas odur. İslamda, İslam dinində israfçılıq böyük günah sayılır. Elə insan var ki, məsələn, imkanları çox məhduddur. Gelir kredit götürür bankdan ki, deməsinlər ki, savaları övladı üçün bu. Bir balaca belə keyfiyyətsiz toy edib. Toylar budur. Çox belə gic-gici adətlərimiz var. Məsələn, ağsaqqala verilən sual və ya sözlər. O sözlər ki, onlar bir saata yaxın danışırlar boş-boşuna və oradakı olan insanlar heç veclərlə də almırlar, qulaq asırlar sadəcə olaraq və ya yemək yeyirlər, heç fikir vermirlər ki, onlar orada nə danışırlar. Düşünürəm, bu adəti mən yığışdırmaq lazımdır. Mayonez tərkibli olan salatları. Qalır köhnəlir, zəhərlənmə vermə ehtimalları var deyə tövsiyə eləməzdim olsun. Böyük məclislər olmamalıdır. Böyük məclislər ancaq başqalarının qarnını doyurmaq üçündür. Məncə kiçik məclislə yola vermək olar. Yəni əsas burada gənclərin xoşbəxtliyidir məncə. Bu qədər pul xərcləyirsən, xərcə borca girirsən, sonda insanlar gedir borc ödəyirlər. Mən düşünürəm ki, borc ödəməkdən daha yaxşısı həmin pulları yığıb həmin bəy və gəlinə hədiyyə eləmək daha məntiqli olar. Hər şey. Toy mərasimimizdə köhnə adət-ənənəmizdən heç nə qalmayıbdır. Çox israfçılıq olur. Halbuki ki, bir yeməklə doymaq olur. Deyirlər ki, gəlindir toyda, baş aşağı olmalıdır, oynamalı deyil, amma onun özəl günüdür və o rahat olmalıdır toyunda. Cəmaət restoranlara getməyə əvəzinə elə palatkada eləsələr yaxşıdır. Süfrədə olan artıq yersiz təyamların azalmasını, çünki hamının imkanı eyni dərəcədə deyil, amma hamı da bir-birindən geri qalmaq istəmir. O qədər səsi çox verirlər. Xahiş eləyəndə o mümkün olmur. Yəni azaltmırlar. O səs biraz düzdür. Cəmaatı yəni narahat eləyir. O az olsaydı biraz yaxşı olardı. Rəqqasələr olmasa daha yaxşı olar. Ümumiyyətlə bizim toylar çox gözəl keçir. Yəni yaşlarda da olur, toylarda da olur. İsrafçılıq çoxdur. Restoranda da o qədər saysız yeməklər var ki, hamısı zərərli. Onlar azalsa yaxşıdır. Hal-hazırda heç nə, hər şey qaydasındadır. Mən toylarda olmamışam. Toya pul yazılmalı.